Salam. Bugün bizə uşaqlıqdan bəri deyilən o məşhur cümləni bir növ masaya yatıracaq. Bəziləri anadan gəlmə istedadlıdır. Həqiqətənmi belədir? Bəlkə də bilirsən, Mozartın, Messinin, ümumiyyətlə öz sahəsində zirvədə olan hər kəsin uğurunun sirri tamamilə başqa yerdədir. Bugün sənin üçün Jeff Colvin'in Talent is Overrated, yəni istedad dəyərindən artıq qiymətləndirilir kitabının əsas ideyalarını araşdıracaq. Məqsədimiz də sadədir, uğurun fitri qabiliyyətlərdən deyil, işin necə görməyimizdən asılı olduğunu anlamaq. Gəl, başlayaq və bəlkə də bu söhbətin sonunda öz potensialına tamamilə fərqli bir gözlə baxacaqsın. Yaxşı, gəl bu məsələni detallı şəkildə açaq. Müzakirəyə bəlkə də ən təhrik edici fikirlə başlayaq. Bizim bildiyimiz mənada istedad bəlkə də heç mövcud deyil. Sadəcə bəzilərimizin uğursuzluğunu, bəzilərimizin isə uğurunu izah etmək üçün uydurduğumuz rahat bir yalandır. Bu çox cəsarətli bir başlanğıcdır. Amma kitabın əsas ruhu tam olaraq budur. Arqument ondan ibarətdir ki, zirvədəki performans, yəni öz sahənin ən yaxşısı olmaq, istedaddan, genetikadan və ya şansdan yox, işin metodundan asılıdır. Məndə o istedad yoxdur cümləsi bəlkə də bəşəriyyətin inkişafına ən çox zərbə vuran cümlədir. Çünki bu cümləni quran an öz potensialımızın qapısını bağlayırıq. Düzü, bu fikir məni həmişə düşündürüb. Çünki ətrafımızda illərdir eyni işi görən, amma bir addımda irəli getməyən onlarla insan var. Hamımız düşünürük ki, təcrübə bərabərdir ustalıq. Yəni, bir işdə 20 il çalışmısansa, mütləq o işin peşəkarısan. Amma mənbədəki araşdırmalar deyir ki, bu tamamilə yanlışdır. Hətta bəzi insanlar zamanla daha da pisləşirlər. Bu necə ola bilər? Bu, ilk baxışdan məntiqsiz səslənir, amma gündəlik həyatımıza baxsaq, hər yerdə bu nümunələri görərik. Məsələn, 20 il əvvəl işə başlayan bir mühasib, əgər bu 20 il ərzində özünü inkişaf etdirməyibsə, sadəcə eyni ili 20 dəfə təkrarlamış olur. İnkişaf etmir. Mənbədə çox kəskin nümunələr var. Bir araşdırma göstərir ki, bəzi spesifik diaqnozların qoyulmasında 20 illik təcrübəsi olan həkimlər yeni məzun olmuş həkimlərdən daha çox səhv edirlər. Çünki zamanla özlərinə arxayınlaşıblar və yeni metodları öyrənməyiblər. Mən özüm də tanıyıram, 10 ildir maşın sürür, amma hələ də paralel park edə bilmir. Deməli, o, 10 il ərzində heç vaxt şuurlu olaraq dayan, mən bu parking işini həll etməliyəm deməyib, sadəcə bildiyi kimi davam edib, təkrarlamaqla inkişaf etmək arasındakı fərq budur eləmi? Tam olaraq, avtopilot rejiminə keçirik. Hər gün eyni yolla işə gedib gəlirik, eyni cür hesabatları hazırlayırıq, eyni yeməkləri bişiririk. Bu, həyatımızı asanlaşdırır, amma bacarıqlarımızı inkişaf etdirmir. İnkişaf ancaq o zaman başlayır ki, özümüzə sual veririk. Mən bu işi daha yaxşı necə görə bilərəm? Mənbədəki 18 illik təcrübəsi olan mikromenejer rəhbər nümunəsi də buna işarə edir. O, 18 il ərzində rəhbərlik etməyi öyrənməyib, sadəcə öz bildiyi metodu 18 il təkrarlayıb. Yaxşı. Təcrübənin tək başına kifayət etmədiyini anladıq. Bu, məni başqa bir klassik arqumentə gətirir. Zəka. Bəlkə də hər şey sadəcə IQ ilə bağlıdır. Ağıllı insanlar onsuz da daha tez öyrənmir ki, bu dəmir məntiq kimi görünür. Görünür, amma bu da əfsanənin bir parçasıdır, bəli. Karyeranın başlanğıcında, məsələn, universiteti bitirib işə başlayanda, yüksək IQ müəyyən üstünlüklər yarada bilər. Ancaq söhbət zirvədəki performansı davamlı etməkdən gedirsə, IQ demək olar ki, rol oynamır. Mənbədə bununla bağlı çox maraqlı bir araşdırma var. Böyük bir satış şirkətinin rəhbərlərindən soruşurlar. Ən yaxşı işçiləriniz kimlərdir? Hamısı cavab verir. Əlbəttə ki, daha ağıllı, daha zəkalı olanlar. Amma sonra real satış rəqəmlərini analiz edirlər və məlum olur ki, işçilərin IQ səviyyəsi ilə satış performansları arasında sıfır əlaqə var. Bir dəqiqə, sıfır əlaqə. Bu, biznes dünyasında qəbul olunmuş bütün həqiqətlərə ziddir. Bu, necə mümkündür? Yəni, daha ağıllı olmaq sənə heç bir üstünlük vermir? Üstünlük verir. Amma o üstünlük potensialdır, nəticə deyil. Uğuru müəyyən edən şey zəkanın özü deyil. O zəkanı necə istifadə etdiyin, hansı vərdişləri formalaşdırdığındır. Əgər bu sənə ağlasığmaz gəlirsə, at yarışı proqnozu nümunəsinə qulaq as. Bu, dünyanın ən mürəkkəb analitik işlərindən biridir. Yüzlərlə dəyişən var. Tədqiqatçılar 2 nəfərin proqnozlarını müqayisə edirlər.
Biri IQ-su 118 olan yüksək zəkalı bir vəkil, digəri isə IQ-su cəmi 85 olan bir inşaat işçisi. Nəticə odur ki, aşağı IQ-lu inşaat işçisi vəkili böyük fərqlə məğlub edir. Yox artıq. Səbəb nədir? İnşaat işçisinin gizli bir super gücü var. Super gücü onun işviyetoqudur. Araşdıranda məlum olur ki, o hansı məlumatların vacib, hansıların isə küy olduğunu ayırd etməyi öyrənib. Keçmiş yarışların nəticələrini sistematik şəkildə analiz edir, öz səhvlərindən nəticə çıxarır və prosesə inanılmaz dərəcədə diqqətlə yanaşır. Vəkil isə öz zəkasına güvənir, amma mövzunu o qədər də dərindən öyrənmir. Nəticədə nizam-intizamlı yanaşma xam zəkaya qalib gəlir. Təcrübə deyil, IQ deyil. Yaxşı, bəs o məşhur Evrika anları, Arximedin hamamdan çılpaq qaçması, Newtonun başına alma düşməsi, bu hekayələr yaradıcılığın qəfil bir ilham pərisinin pıçıltısı olduğunu demirmi? Bəlkə bəzi insanlar anadan gəlmə yaradıcıdır. Bu istedad mifinin bəlkə də ən romantik və ən təhlükəli hissəsidir. Çünki bu bizi passiv gözləmə mövqeyinə qoyur. İlham gəlsə yazacağam. Amma araşdırmalar göstərir ki, dahi fikirlər demək olar heç vaxt qəfildən, boşluqdan yaranmır. Onlar bir sahəyə uzun müddət və dərindən baş vurmağın, yüzlərlə uğursuz cəhdin nəticəsidir. Mənbədə 76 məşhur bəstəkar üzərində aparılan bir tədqiqatdan bəhs edilir. Nəticə heyrətamizdir. Məlum olub ki, heç kim bir gecədə dahi olmur. Hətta ən məşhur bəstəkarlar belə ortaya diqqətə layiq bir iş qoymamışdan qabaq təxminən 10 il bişiblər. 10 il. Bu çox uzun bir müddətdir. Yəni o Evrika anı əslində 10 illik hazırlığın, düşüncənin və tər tökməyin sadəcə son nöqtəsidir. Tamamilə. Beyin o 10 il ərzində o qədər məlumat toplayır, o qədər fərqli kombinasiyalar yoxlayır ki, bir gün duşda və ya yolda gedərkən nəhayət sonuncu papmaca parçasını yerinə oturdur. Bizə elə gəlir ki, fikir qəfildən gəldi, amma əslində o illərin məhsuludur. Rəssamlar və şairlər üçün də eyni nəticələr əldə edilib. Yaradıcılıq qəfil gələn bir qonaq deyil, hər gün məşq etdirdiyin bir əzələdir. Yaxşı. Bütün bu əfsanələri dağıtdıq. Uğurun səbəbi anadan gəlmə istedad deyil, illərin təcrübəsi deyil, yüksək IQ deyil və qəfil ilham da deyil. Onda geriyə nə qalır? Bütün bu zirvədəki insanların ortaq cəhəti nədir? Məhz burada mənbənin əsas konsepsiyası olan şuurlu məşq anlayışı ortaya çıxır. Bəli, şuurlu məşq və ya İngiliscə deliberate practice. Bu sadəcə daha çox məşq etmək deyil, tamamilə fərqli şəkildə məşq etməkdir. Bu konsepsiyanı ən yaxşı izah edən nümunə Berlin Musiqi Akademiyasındakı skripkaçılar üzərində aparılan klassik bir araşdırmadır. Tədqiqatçılar müəllimlərdən tələbələri 3 qrupa bölmələrini istəyirlər. Gələcəyin dünya səviyyəli ulduzları, sadəcə yaxşı olanlar və gələcəkdə musiqi müəllimi olacaq orta səviyyəlilər. Və sonra bu qruplar arasındakı fərqləri araşdırırlar. Yəqin ki, hamı kimi mən də düşünərdim ki, ən yaxşılar sadəcə daha çox məşq edirlər. Fərq bundadır. Fərqli edirlər. Birincisi, onlar şuurlu şəkildə öz zəif tərəflərinin ən çox səhv etdikləri notların üstünə gedirlər. Orta səviyyəlilər isə onsuz da yaxşı ifa etdikləri, qulağa xoş gələn hissələri təkrar etməyi sevirlər. Deməli, biri bilərəkdən narahatlığın içinə girir, digəri isə komfort zonasında qalır. Bu çox vacib bir fərqdir. Bəs digər üçü? İkincisi, ən yaxşılar çətinlik çəkdikləri o qısa hissəni bezdirənə qədər, bəlkə 100 dəfə təkrar edirlər. Üçüncüsü, həvəsləri olmayanda, yorğun olanda belə nizam-intizamla məşq edirlər. Və dördüncüsü, ən vacibi, davamlı olaraq müəllimlərindən rəy alırlar və o rəyə əsasən özlərini düzəldirlər. Orta səviyyəlilər isə tənqidi rəyə o qədər də açıq olmurlar. Fərq sadəcə skripkanı əlinə almaqda deyil, məqsədyönlü şəkildə səhvlərinin üstünə getməkdədir. Bu məntiqi anladıq, amma yenə də insanın ağlına bu sual gəlir. Bəlkə o ən yaxşı skripkaçıların genlərində, fitrətindən nəsə fərqli bir şey var idi ki, onları bu cür çətin məşqə sövq edirdi, yəni. Bəlkə yenə də hər şey gəlib anadan gəlmə istedada bağlanır. Bu, milyard dollarlıq sualdır. Və bu suala cavab vermək üçün bütün həyatını bir təcrübəyə həsr edən bir psixoloq var. Laszlo Polgar. O deyir ki, dahilər anadan olmur, yaradılır.
Və bu nəzəriyyəsini sübut etmək üçün həyat yoldaşı Klara ilə birlikdə ağlasılmaz bir işə başlayırlar. Hər ikisi də peşəkar şahmatçı olmasalar da qərar verirlər. Biz uşaqlarımızı şahmat dahisi kimi yetişdirəcəyik. Bir dəqiqə, bu necə mümkündür? Şahmat oynamayan valideynlər necə şahmat dahisi yetişdirə bilər? Bu bütün qaydaları pozur. Bu hekayə həm heyrətamizdir, həm də biraz narahat edicidir. Sanki uşaqları bir layihəyə çeviriblər. Bəli, etik tərəfləri çox müzakirə olunur. Amma təcrübənin nəticəsi bütün istedad nəzəriyyələrini alt-üst edir. Onların 3 qızı dünyaya gəlir. Suzan, Sofia və Judith. Hər üçünü də kiçik yaşlarından evdə şuurlu məşq metodları ilə. Minlərlə şahmat kitabı olan bir mühitdə davamlı rey və dəstə ilə böyüdürlər. Nəticə, hər üç qız da dünya səviyyəli grossmeister olur. Xüsusilə də ən kiçik qızları Judith Polgar, kişilərin dominant olduğu şahmat dünyasında ilk onluğa girən yeganə qadın olur və tarixin ən güclü qadın şahmatçısı hesab edilir. Bu, onların genlərində bir şahmat kodu olduğu üçün baş vermədi. Bu, nizam-intizamlı, şuurlu məşqin gücünün canlı sübutudur. İnanılmaz bir hekayədir. Yaxşı, bu cür intensiv, şuurlu məşq bizim beynimizə, bədənimizə nə edir? Bizi necə dəyişir? Sadəcə yeni bir vərdiş qazanırıq, yoxsa daha dərin bir transformasiya baş verir? Transformasiya çox dərindir və 2 səviyyədə baş verir. Birincisi, bizim dünyanı qavrayışımızı dəyişir. Məsələn, professional tennisçilər topa rəqibin raketindən çıxandan sonra reaksiya vermirlər. Onlar top hələ havada olarkən rəqibin bədən dilini oxuyaraq topun hara gedəcəyini proqnozlaşdırırlar. Bizim kimi həvəskarlar topa baxır, onlar isə rəqibin çiyin bucağına, bilək mövqeyinə, ayaqlarının duruşuna, yəni bizim heç fərqində olmadığımız onlarla mikrosiqnala fokuslanırlar. Bu, anadan gəlmə qabiliyyət deyil, minlərlə saatlıq məşqin yaratdığı fərqli bir qavrayışdır. Deməli, onlar fərqli bir reallıq görürlər. Bəs ikinci, daha dərin təsir nədir? İkinci təsir odur ki, şuurlu məşq beynimizi və bədənimizi fiziki olaraq dəyişir. Bu, metafora deyil, beyin skanlarında görülən real dəyişikliklərdir. Məsələn, professional musiqiçilərin beyinlərində barmaqları idarə edən bölgələr musiqi ilə məşğul olmayan insanlara nisbətən fiziki olaraq daha böyükdür. Müğənnilərin beyinlərində səs tonunu emal edən sahələr genişlənir. London taksi sürücülərinin beynində məkan yaddaşına cavabdeh olan hipokampus bölgəsi böyüyür. Yəni, bu sanki beynimizdə bir əzələni məşq etdirmək kimidir. Hansı hissəni çox işlədirsənsə, o hissə böyüyür və güclənir. Çox yaxşı. Bütün bu nəzəriyyə və nümunələr aydındır. Bəs indi ən vacib sual. Sən, yəni bizi dinləyən insan, bunu öz həyatına, öz karyerana necə tətbiq edə bilərsən? Gəlin bunu praktik 5 addımda izah edək. Əlbəttə, birinci və bəlkə də ən çətin addım. Konfor zonasından çıxıb, xüsusilə zəif olduğumuz, səhv etdiyimiz tərəflərə fokuslanmaq. Heç birimiz səhvlərimizlə üzləşməyi sevmərik. Amma inkişaf ancaq orada baş verir. Mücərrəd hədəflərdən də qaçmaq lazımdır. Məsələn, daha yaxşı lider olacağam demək bir hədəf deyil, arzudur. Amma bu həftə komanda yoldaşlarıma daha konstruktiv rəy vermək öyrənəcəyəm demək konkret bir məşqdir. İkinci addım yəqin ki, bu böyük hədəfləri daha idarə olunan etməklə bağlıdır. Tamamilə doğru. İkinci addım. İnkişaf etdirmək istədiyin bacarığı mümkün olan ən kiçik hissələrə bölməkdir. Məsələn, ictimaiyyət qarşısında çıxış etmək böyük bir bacarıqdır. İnsan qorxur ki, haradan başlayım? Bunu hissələrə böl. Hekayə danışmaq, bədən dili, səs tonu, slayd dizaynı, suallara cavab vermək. Və hər dəfə yalnız birinə fokuslan. Bugünkü təqdimatda başqa heç nəyə fikir verməyəcəm. Sadəcə danışarkən əl-qol hərəkətlərimi düzgün istifadə etməyə çalışacağam. Bu, həm təzyiqi azaldır, həm də fokusunu artırır. Bəs öz hədəflərimizi necə görə bilərik? Axı insan çox vaxt öz kör nöqtələrini görmür. Bu, bizi 3-cü addıma gətirir, elə deyilmi? Bəli, 3-cü addım davamlı və dürüst rəy almaqdır. Rəy olmadan inkişaf etmək gözü bağlı hədəfə ox atmağa bənzəyir. Haraya vurduğunu bilmirsən. Bu rəy bir mentordan, rəhbərdən, həmkarından gələ bilər və ya özünü qiymətləndirmə yolu ilə ola bilər.
Mənbədə bir YouTube müəllifinin öz köhnə videolarına təkrar-təkrar baxıb, harada səhv danışdığını, harada pauzanı düzgün vermədiyini analiz etməsi nümunəsi var. Bu, özünə rəy verməyin mükəmməl bir formasıdır. 4-cü addım yəqin ki, prosesin ən narahat, amma ən vacib hissəsidir. Elədir, 4-cü addım narahatlığı qucaqlamaq. Əgər bir şey öyrənərkən özünü biraz axmaq, biraz narahat hiss edirsənsə, təbrik edirəm. Deməli, doğru yoldasan. Mən buna böyümə sancısı deyirəm. Əzələ ağrısının zehni versiyasıdır. Məşğul olduğun iş nə səni bezdirəcək qədər asan olmalıdır, nə də ruhdan salacaq qədər çətin. Tam o ikisinin arasındakı o şirin, narahat nöqtəni tapmaq lazımdır. Və nəhayət 5-ci addım. Bu məncə hamımızın düşdüyü bir tələ ilə bağlıdır. Motivasiyanın gəlməsini gözləmək, həvəsim yoxdur, sabah başlayaram cümləsi. Bəli, 5-ci və bəlkə də ən böyük həqiqət budur. Motivasiya səbəb deyil, nəticədir. Biz düşünürük ki, əvvəlcə ilham gəlməlidir, sonra biz işə başlamalıyıq. Amma elm bunun tam əksini deyir. Əvvəlcə kiçik bir addım atırsan, kiçik bir uğur qazanırsan və o uğur səndə motivasiya yaradır. Kitab bunu çarpan təsiri, multiplier effekt adlandırır. Bir uşaq düşün, topu yaşıdlarından sadəcə biraz yaxşı sektirir. Müəllim onu tərifləyir, o özünü yaxşı hiss edir və daha çox məşq etməyə başlayır. Atası ona daha yaxşı bir top alır, o da daha çox oynayır. Kiçik bir başlanğıc üstünlüyü zamanla təriflər, dəstək və daha çox məşqlə böyük bir fərqə çevrilir. Mənbədəki o pianoçularla bağlı araşdırma da bu fikri mükəmməl təsdiqləyir, elə deyilmi? Karyeralarının zirvəsində olan pianoçuların heç biri uşaqkən musiqiyə vurğun olmayıb. Bəli, bu çox təsirlidir. Karyeralarında zirvəyə çatmış 24 məşhur pianoçu ilə danışırlar. Məlum olur ki, demək olar, hamısı uşaqkən piano dərslərindən nifrət edirmiş, bəziləri hətta ağlaya-ağlaya dərsə gedirmiş. Bəs nə dəyişdi? Bir gün, aylardır məşq etdikləri çətin bir musiqi parçasını nəhayət səhvsiz ifa etməyi bacardılar. Həmin an, o kiçik uğur hissi, mən bunu bacarıram düşüncəsi içlərində bir qığılcım yaratdı. O qığılcım onları daha çox çalışmağa sövq etdi. Daha çox çalışdıqca daha yaxşı oldular, təriflər gəldi və bir nöqtədə həmin qığılcım böyük bir alova çevrildi. O alov anadan gəlmə deyildi. O kiçik uğurların toplanmasından doğmuşdu. Ekunu nədir? Məncə, əsas fikir budur. Anadan gəlmə ulduz hekayəsi gözəl bir nağıldır, amma reallıq deyil. Həqiqi və davamlı nailiyyətlər istedadın parıltısı ilə deyil, şuurlu məşqin, nizam-intizamı və tər tökməsi ilə əldə edilir. Məhz belə. Bu, əslində bir düşüncə tərzi dəyişikliyidir. Başqalarına baxıb onları şanslı və ya istedadlı adlandırmaq əvəzinə, onların hansı prosesdən keçdiyini, hansı şuurlu məşq prinsiplərini tətbiq etdiyini anlamağa çalışa bilərik. Və ən əsası, eyni prinsipləri öz həyatımıza tətbiq edərək, öz inkişaf hekayəmizi yaza bilərik. Potensialımızın sərhədləri bizim düşündüyümüzdən daha genişdir. Və sonda sənə, dinləyicimizə bir fikir buraxmaq istəyirik. Əgər anadan gəlmə istedad uğurun əsas açarı deyilsə, indiyə qədər özünə buna istedadım yoxdur deyərək başladığın, amma yarımçıq qoyduğun və ya heç başlamadığın o bir şey nədir və indi ona fərqli yanaşaraq öyrənmək üçün ata biləcəyin ən kiçik, ən konkret ilk addım nə olardı?